После весны наступает лето. Yazdan sonra yay gelir. Летние месяцы. İyun, İyul, Avgust. Yay ayları. İyun, İyul, Август. Это самое жаркое и солнечное время года. Bu ilin en isti ve güneşli fəslidir. Dni становятся длинными. Günlər uzanır. А ночи становятся короткими. Geceler ise kısalır. Дети играют в песочницах. Kатаются на велосипедах. Uşaqlar qumluqlarda oynayır. Велосипедlər sürürlər. Летом много фруктов. Вишня, клубника, persiki. Yayda çoxlu meyvələr olur. Albalı, çiyələk, şaftalı. Летом люди много времени проводят на солнце. Загорают. Yayda insanlar güneşdə çox zaman keçirirlər. Qaralırlar. В это время года у детей каникулы и они не ходят в школу. İlin bu fəslində uşaqların tətilidir və onlar məktəbə getmirlər. А у большинства родителей летом отпуск, и многие семьи едут отдыхать. Valideynlərin çoxu yayda məzuniyyətə çıxırlar və ailələrin bir çoxu istirahətə gedirlər.